Salam, hər vaxtınız xeyir olsun. Bu günləri bizim növbəti efirimizdir. Sizlərlə bugün qarşı-qarşıya canlı efirdəyik. Bizə buyurub bütün suallarınızı verə bilərsiniz. Müzakirə etmək istədiyiniz mövzu varsa, buyurun müzakirə eləyək. Demək belə. Ən çox biraz verilən suallar var idi ki, motivasiyamızı necə bərpa eləyək, neyiniyək ki, motivasiyamız olsun. Hər hansısa bir işə başlayandan sonra nəm həvəsim gedir, həvəsim olmur deyirlər. Motivasiya ümumiyyətlə belə bir şeydir ki, bəzi insanların motivasiyası bilirsiniz necə olur? Kimisi onu anidən qaza gəlir, sonra o bir anda hərəkətə keçməyə başlayır və həmin o qaza gəlməyə enerjisinin davamı olmayandan sonra, yəni dəstəkləyən olmayandan sonra başlayır təzədən enerjisi düşməyə. Bu artıq tam sağlam bir versiya olmur, çünki bu o demək olur ki, sən yenə də öz inkişafın üçün, özün üçün nələrsə etmək üçün, yəni bir yerdə öz içindəki motivasiyanı öz enerjiylə qaldırmaq yox, kiminsə fikri ilə qaldırırsan. Bu bir yerdə lazım olur, çünki ətrafınızda olan insanlar bəzən normal insan olmaya da bilir. Sadəcə belə deyək də 10 nəfərdən 9-u sizə görə aşağı çəkirsə, hardasa bir nəfəri dəstəkləməlidir. Amma digər də bir məqam var axı ki, sənin özünü ancaq gərək özünü dəstəkləmək üçün, özünün qarşıya qoyduğun bir məqsəd olsun və o məqsəd üçün rahat addımlamaq üçün müəyyən bir strategiya, yəni çizəsən, yəni yol xəritəsi çəkəsən. Ki, yəni bu bir yerdə baxır ki, insanların məqsədi nə olursa olsun, motivasiyası, bəzi insanlar belə danışırlar, bir çox insanlar deyirlər ki, soruşursan ki, necəsən, deyir ki, yaxşı deyiləm, amma halbuki yaxşıdır. Sadəcə yaxşı olmamağını, pis olmağını, ya da belə də pis deyiləm deməyini öz duyğusal durumuna görə dəyişdirir. Məsələn, bugün ürəyim sıxılırsa, yaxşı deyiləm deyirəm, amma bu demək deyil, axı mən pisəm, mən axı çox şükür deyir ki, fiziki olaraq yaxşıyam, çox şükür deyir bugünümüzə yaxşıyam, amma insanlar bir yerdə onu emosional olaraq onu deməyə o qədər vərdiş edirlər ki, bəzən də özlərini depressiv hala salırlar. Özlərini tam motivasiya eləyə bilmirlər, özlərinin dil vərdişləri olduğuna görə, yaxşı deyiləm, pisəm, hər hansı bir şey dediklərinə görə, beyin də başlayır onları pis olacaq bir duruma salmağa. Əsas da digər bir məqam var ki, o ən çox bölüşmək istəyirəm. Digər məqam nədir? Bizim qulaq asdığımız mahnılar. Qulaq asdığımız mahnılar bizim konkret olaraq motivasiyamızı bildiyin, yəni özümüzün enerjimizi aşağıya salır. Çünki qəmli mahnılar, kədərli mahnılar, hər hansısa bir mahnılar insanın ruhsal frekansını aşağıya salır. Məsələn, oturursan, baxırsan ki, belə deyək də, hər hansısa bir heç bir pis bir qəmin, kədərin yoxdur, amma mahnı səni kədərləndirir, mahnı səni anidən depressiyaya salır. İndi bir şey də var ki, sənə depressiv bir an var ki, mahnı onu qaldırır, amma o duyğunu qaldırırsan, sən mahnıya qulaq asmaqdan problemi həll etmirsən, daha da dərinləşdirirsən, özünü o dibə salırsan, sürükləyirsən. Elə buna görə də olur, bir yerdə orada Arabçası yaranır ki, insanın özünün, belə deyim də, ağrısını daha da dərinləşdirir. Təsəvvür sən əsəbləşdiyin və ağrıdığın bir yüngül bir şey var. Bəlkə də biraz su içsən, çıxıb praktik etsən, bəlkə də o problemi həll edəcəksən. Ancaq ki, yəni belə deyim də, o mahnı sənin problemi daha dərinləşdirir. Məsələn, filan kəs mənə filan vaxt belə eləmişdi, nə eləmişdi kimi, bu da bənzər bir misalla yanaşdırsaq, mahnı da bizi o cürünə başlayır sürükləməyə. Cənnət, cəhənnəm həqiqətən var. Sualınız maraqlı sualdır, yəni ölməmişəm, çox şükür, amma bilmirəm cənnət, cəhənnəm varmı, yoxmu, amma mənim təcrübəmə, məndən soruşursunuzsa, yəni mənə görə cənnət, cəhənnəm insanın öz vicdanıdır, yəni sən bugünkü gündə necə bir insansansa, yaxşı bir insansansa, dəyər yaradan bir insansansa, sən bugünkü gündə, bugünkü dünya zaten sənin cənnət olacaq. Çünki biz nə veririksə, biz elə onu alırıq. Yəni biz, belə deyim də, fərd olaraq kim isə, bizə konkret olaraq, yəni xalq olaraq da, cəmiyyət olaraq da onu qaytarırlar. Sən əgər sevgi yayırsansa, sevgini alırsan, nifrət yayırsansa, nifrəti alırsan. Və bizim bu verdiyimiz bütün duyğuların hamısı bizim cənnət cəhənnəmimizə başlayır ayrımcılıq eləməyə. Və bu baxımdan da belə bir fakt ortaya çıxır ki, yəni əslində bu deyirlər, insanlar niyə görə fikir vermişsiniz, yoxsa bəzi insanlar yaşlıqlarında ağır xəstəliklərə düşürlər, yataq xəstəsi olurlar və deyirlər ki, buna bax, bir necə pis insan olub, deyirlər ki, nə bilim, bilmirəm doğrudur, yanlışdır, bu biraz indi qeybətə gedib çıxacaq. Amma ki, yəni belə bir şey var ki, İnsan bugünkü gündəki əziyyətini zaten çəkir. Yəni karmasını yaşayır. Karma insanın öz duyğusunun onu geri qayıtmağını. Bir çox insanlar karmanı qəbul etmir. O da onun özünün şəxsi fikridir. Amma ki, ilahi ədalət də deyə bilərsiniz buna. Bunu bumerang kimi də deyə bilərsiniz. Instagramda bumerang var. Yəni necə eləyirsənsə o başlayır qayıtmağa. Yəni bu baxımdan da, yəni cənnət cəhənnəm insanın öz daxilidir. Deyir, salam həkim, demişdim, oğlan yaxşıdır, amma mən yaxşı deyiləm, ayrıldım. Yaxşı eləmişsiniz.
Kökəlmişsə kim? Mən də elə düşünürəm əslində cənnət qəlbimizin mənəvi rahatlığıdır, cəhənnəm daxili əzabdır. Doğru başa düşmüsünüz. Mən də sevindim mənim fikir olmağımıza. Deyir, salam necəsiz? Hər dəfə sizi qarşıma çıxanda özümü şanslı hiss edirəm. Sevindirdiniz lap məni də. Yaxşıyam, sağ olsun, necəsiz? Deyir, bəs mən özümü yaxşı hiss etmirəm deyə ayrıldığım münasibətimin karmasını yaşayacağam. Əslində yox. Sən özünü yaxşı hiss etmirsənsə, bir oğlanı da belə deyim də, yəni pis duruma salmırsan. Təsəvvür sən münasibətdə xoşbəxt deyilsən, öz negativ enerjini başqa bir oğlana zəhərləməkdənsə, onu xilas etmirsən, özünü də xilas etmirsən, onu da xilas etmirsən. Əksinə orada sən karma yaşamırsan. Hə, əgər sən o oğlana çox vəd vermisənsə, ümid vermisənsə, ona əgər yarı yolda qoymusansa, bilmirəm. Amma bir yerlərdə zaten oğlan sənin onu verdiyin ümidlərə inanırsa belə, bel bağlayırsa belə, bu onun özünün seçimidir. Ancaq ki, siz konkret olaraq nə yaşamısınız? Yəni münasibətiniz nə yerdə olub, necə başlayıb, necə bitib, tam olaraq da özüm müşahidə eləməmişəm deyənə də tam dəqiq qəti bir cavab verə bilmirəm. Ancaq ki, xoşbəxt olmamaqdansa başqa bir yəni təsəvvür et ki, sən oğlan yaxşı deyildi, sən yaxşısan, amma oğlan əlbəttə səni zəhərləyəcəkdi. Onda da yenə ayrılmaq lazım idi. Və sən özündəki problemi həll etməlisən də. Deyir, məcbur ilişkidə qalmışam, sonra dözə bilmədim, ayrıldım. Məcbur ilişki idisə, yəni elə sənin özünün vicdan borcun idi. O düşünürdün ki, mən ayrılsam bəlkə səhv eləyərəm, amma ayrılmağın doğru bir şeydir ki, yəni belə pis başa düşməyin, sadəcə özünüz negativdəsinizsə, zəhərli bir duyğudasınızsa, o zəhəri yəni qarşı tərəfə bulaşdırmırsınız. Bəs münasibətdə xoşbəxtliyi varsa, amma kənar vəziyyətə görə alınmırsa, nə etməliyik? Münasibətdə xoşbəxtliyi varsa, kənar münasibətə görə alınmamaq əslində o münasibətin əlçatmazlıq olmağıdır, ağrı yaşamağıdır ki, yəni niyə görə qadağan olunur o şey? Demək ki, münasibətdə də xoşbəxtlik yoxdur. Sadəcə qarşı tərəf kənar sizin münasibətinizə qarşıdır, qadağan olunmuş bir münasibətdir. O da sizə şirin gəlir. Siz o qadağan olunmuş bir şeyi tam stereotipi qırsaz, ondan sonra yoxlayın görün, doğrudan xoşbəxt olacaqsınız yoxsa yox. Çünki bir tanıdığım bir dostum var idi. Demək onun özünün namizəd qaynanası konkret olaraq onu sevmirdi. Yəni daha doğrusu qızı ilə onun münasibətdə olmağını istəmirdi. Təsadüfən bir yerlərdə, bir tədbirdə qızla oğlan tamamilə bir yerdə görüşməli oldular, bir yerdə iştirak etməli, çıxış etməli oldular. Onlar özlərini həmin anda çox xoşbəxt hiss edirdilər. Çünki xoşbəxt hiss etmələrinin səbəbi qızla anası bu dəfə artıq narazılıq bildirə bilmədi. Çünki elə bir vəziyyət yaranmışdı ki, orada o məqbul bir seçim idi ki, onların o məclisdə iştirak etməkləri. Bu baxımdan da yəni qadağan olunmuş şey bəzən insana şirin gəlir. Yəni o stereotipi qırandan sonra bir yerdə olursunuzsa, artıq onda baxa bilərsiniz ki, bu doğrudan sağlamdır yoxsa yox. Məndə ölüm qorxusu, tünliyə düşəndə deyirəm, öləcəm ürək döyüntüsü. Ölüm qorxusu, tünliyə düşəndə ola bilər ki, klaustrofobiya yaşayır da ola bilərsiniz. Dar yerlərdə sıxışıb qalmaq qorxusuna bənzəyir o ki, o narahatçılıq artır. Amma yəni qurtulmaq olur o problemdən. Mənim çox hətta münasibətim olmayıb, ancaq biri ilə ünsiyyətdə oldum, sonra kəsildi və ona takıntılıyam. Ona takıntılı olmağın səbəbi hansı bir duyğuda ilişib qalmışsan. Ola bilər ki, o sənə istədiyini verməyib, istədiyin şeyi, rəftarı göstərməyib, ona görə ona ilişib qalmışsan. Təşəkkürlər həkim, ürəyimi rahat etdiniz. Dəyməz. Deyir, ən yaxın dost ilə cinsi münasibət yaşamışam, vəziyyət budur, çox çətin situasiyada qalmışam. Ən yaxın dostla cinsi münasibət yaşamağın, yəni bilmirəm indi nəyə görə elə bir vəziyyət yaranıb, o sənin özünün hansısa bir vəziyyətdən yaranıb. Bəlkə də belə deyim də, çətin situasiyada qalmışam deyirsən də, əslində ən çətin situasiyada qalan onların özləridir, yaxın dostunun onun özüdür. Amma sən orada özünə sual verməlisən ki, onu etməyə ehtiyacını niyə duymuşdun? Ondan intiqam almaq mı istəyirdin, yoxsa nə etmək istəyirdin? Çünki burada özünü qınayırsansa belə, özünü narahat edirsənsə belə, yəni bu problem olur. Deyir, əslində unutmaq istəyirəm, onda qalmaq istəmirəm, çünki addım gəlmir, amma edə bilmirəm. Onunla bağlı olan enerji və qırsın, əslində onunla belə deyim də, bağlılığı qıra bilərsən, çünki sağlam münasibət deyil istənilən halda. Bunun üçün yəni bir yerdə belə peşəkar yardım almalısınız. Onda deyir, o üzləcək deyə ayrılmırdım, amma özümü seçdim. Möhtəşəm. Yox, ondan əvvəl olub, keçmişdə münasibətim olub dostuyla. Hə, keçmişdə olubsa problem deyil, yəni keçmişdə olub. Yəni elə bildim hal-hazırda siz sevgili olduğunuz vaxt olub deyə özünüzü qınayırsınız. Keçmişdə olubsa, yəni bir də Azərbaycan mentallığına görə tamamilə başqa cür qarşılanır bu. Amma yəni burada bir problem yoxdur axı, problem ola biləcək bir şey yoxdur axı.
Çünkü belə bir şey deyim də, cinsəlliyi biraz bizim mentallıqda biraz şişirdirlər. Amma bir də bir şey demək istəyirəm ki, evlənməmişdən qabaq istəyir dostla nəmli ilə fərqi yoxdur. Evlənməmişdən qabaq cinsəlliyə pis baxırlar, amma evlənəndən sonra da yaxşı baxmırlar axı. Yəni evlənəndən sonra yaxşı baxsaydılar cinsəlliyə, onun təzahüründə doğulan körpələrini sevərdilər. Yəni qadın münasibət sırasında zarıltı səsini və yaxud hər hansı bir xoş təəssüratını yaşaya bilmir. Ər ona deyir ki, sən bunları hardan bilirsən? Qırğın qiyamət qopur. Yəni keçmişin qadınları heç orqazm hissini də yaşaya bilmirdilər. Çünki bir yerlərdən heç öz qadınlıqlarını belə dərk eləmirdilər. Yəni cəmiyyətə qalsa, mentallığı qalsa, hər hansısa bir şey qalsa, yəni nə belə deyir, nə belə dediyini eləyir, nə elə dediyinə uyur. Yəni ona görə nə əməli dediyinə düz gəlir, nə də düzü əməlinə düz gəlir. Yəni qarşı aləm bir-birinə. Ona görə də yəni o mentallıqları şeyləri məncə boş versəz daha yaxşı olar. Yəni qarşıma da elə insanlar, yeni insanlar çıxanda onunla müqayisə edirəm. Düzdür, yazmıram, etmirəm, amma ağlım onda qalıb. Sənin onda bitirə bilmədiyin bu duyğu vardı. Onda hər hansısa bir şey görmürsən, elə bilirsən ki, ancaq onda var o. Yəni onun səndə göstərdiyi diqqətmi, hər hansısa bir şey, elə bilirsən ki, ancaq onu sənə o eləyə bilir. Ona görə şuuraltı olaraq sənin yanlış inancın var ki, onu qırmalısan, onu dəyişdirməlisən. Salam, xoş gəlmisiniz. Eynən Azərbaycan mentalitəsi belə qalsın. Mən boş verirəm, qarşı tərəf çətinliyi çəkir. Sən onu tam boş vermiş olsan, qarşı tərəf də o şeydən çətinlik çəkməz. Çünki biz bir yerlərdə bayaq deyirdik, karmadan danışırdıq. Karma istəyir, karma olsun, istəyir nə olursa olsun. Biz əslində hansı duyğudayıqsa, onu bizə təkrarladırlar. Demək, bir yerdə bəlkə sən də tam boş verə bilmirsən, bir yerlərdə ilişib qaldığın bir məqam var. Çünki sən tam boş vermiş olsaydın, sənin qarşıda sənin kimi vecsiz bir insan gəlməli idi ki, onun tam, belə deyim də, beyninə tam taxmasın, tam vecini almasın, tam rahat yaşasın. Dəqiqə. Çünki münasibətdə ümumiyyətlə ən çox insanların ən çox ağrıdığı məqamlar elə onlar olur ki, nə bilim biz münasibət yaşamışıq, nə bilim o keçmişimizdə belə bir şey olur və onu bir sonraki şey də necə deyim, tutaq ki, sən sevgilindən ayrılmısan, sən ondan sonraki oğlanla münasibət yaşamaq istəyirsən, sevgili olmaq istəyirsən, qızlarda bir narahatçılıq yaranır. Nəinki qızlarda, bəzi oğlanlarda da olur ki, onu etiraf eləməyi vicdan borcu bilirlər ki, mən keçmişimdə filan kəslə filan bir şey yaşamışam, onu görən ona necə deyəcəm, amma anlamır ki, əslində onun özünün keçmişidir. Bir də çox üzr istəyirəm, bir video çıxmışdı qarşıma. Arvadın orada deyirdi ki, sən bunları hardan bilirsən, nə neymişsən? Deyir ki, mən bunları deyir Quran kursunda deyir öyrənmədim. Yəni ki, bilmirəm görmüsünüz yoxsa yox. İstənilən halda hər bir insanın bir təcrübəsi olur və o təcrübənin özünü anormallaşdırmaq doğru deyil. Yəni cəmiyyət bir yerlərdə heç bir cinsəllikdən anlayışı olmayan xanım istəyir də, o xanım tövlədə də böyüksə, onun istədiyi kimi olmayacaq. Çünki orada da qoyun, quzu, toyuq, ördəyi görəcək. Yəni bu baxımdan onda onların istədiyi bir insan yoxdur. Demək ki, bir yerdə problem onların özlərindədir. Bir də mənim özümdən çox sevmədiyim bir məqam var ki, yəni konkret olaraq xanımla cinsel münasibət yaşayır və ondan sonra xanımı sən beləsən, sən eləsən deməyə başlayır. Əslində qarşı tərəf bəy xanımı təhqir etdiyini düşünürəm. Əslində təhqir etdiyi özüdür ki, sən mənim cinsel tələbatımı qarşılamısansa, sən beləsən, demək mən də beləyəm. Deyir, biz hər zaman mı qarşımızdakı insanın fikrini hörmətlə yanaşmalıyıq, yanlış olsa belə, əmək etməsə belə. Əslində yanlış olsa da onun fikrinə hörmətlə yanaşmaq o zaman lazımdır ki, sən onun fikrinə hörmətlə yanaşaraq onu həyatından göndərirsən, artıq bu da olur onun anlayışla qarşılamaq. Amma sən onu hörmətlə qarşılayıb da o sənə əgər hörmətsizlik eləyirsə, hörmətsizliyinə də dözməli deyilsən. Düzdür, bir tərəfi məsəbi dözmək. Bilirsiniz necə, kişilər istəyir həmin qadının bədəni ancaq ona aid olsun, özləri görsün instinkt olaraq. Bilirsən niyə görə? Çünki özləri bir çox qadınları, yəni deyəcəklər ki, indi sizə olan düşmənizsə olan ola. Mən həm cinslərimdə məsəl üçün o şey sevmirəm ki, özləri bir yerdə, yəni bir çox qadınla görüşür, o qadınları alçaldırlar və başqası tərəfindən alçaldılmış qadınla evlənməyə də qorxurlar. Yəni problem budur. Yəni sən onda qadını niyə alçaldırsan ki? Yəni Azərbaycanda bu şeyə bu cür anormal baxılır, amma Avropada da 18 yaşına qədər, 18 yaşından sonra 19-20 yaşına qədər bakirə qalan qızlara anormal çuka kimi baxırlar. Deyir, işləməkdən qorxuram, nədən ola bilər? Gələcək qayğısı yaşayıram. İşləməkdən qorxursunuzsa, məsuliyyət götürməkdən qorxur da ola bilərsiniz, amma konkret olaraq sizin qorxunuzun altında hansı duyğu var, onu bilmirəm, tanımıram, amma bunu müəyyənləşdirmək üçün bir an azı sizlə görüş keçirtmək olar.
Salam, necəsiz Salam bəy? Salam, sevgili, yaxşıyam. Sağ olasın, necəsiz? Salam, hər vaxtınız xeyir. Salam. Bir deyir, yaxın dostum var. Artıq ikinci dəfədir sözümüz düz gəlməyəndə mənim zəif yerimdən vurur, incidir. Özümü... Sən demək ki, yaxın dostun deyil də, bir yerdə sənin zəif tərəfləri sənin ancaq bu günlərində səni incitmək üçün sənə göstərməyə çalışır. Yəni, səni vurmaq üçün onu əlində saxlayır. Halbuki həmin şəxsin özlə neçə qızla birlikdə olub. Olub və o qızları alçaldıb, ona görə də indi istəmir də, yəni hər hansısa bir xanımını alçalmış olsa, yəni bir yerdə absurd bir məqamdır, amma ortaya gəlib çıxanda ölkədə travmasız insan yoxdur. Yəni, dünya statistikasında digər ölkələrdə müəyyən travmalı insan olsa da, bizim bu Sovet təfəkküründə formalaşmış cəmiyyətin travması biraz daha ağır basır. Özümü yetərsiz hiss edirəm, özümə qarşı sərtəm kompleksim var, bunu necə düzəltmək olar? Özünü yetərsiz hiss edirsənsə, əslində özündən çox gözlədiyi mükəmməl bir standartların var ki, o standartlar belə sənin özün deyilsən, sənə onu özünə yükləyiblər. Sən belə olmalısın, elə olmalısın və sən o standartın kənarında özünü görürsən, özünü qınayırsan, demək ki, özünüzü olduğunuz kimi qəbullanmırsınız. Özünüzü olduğunuz kimi qəbullanmırsınızsa və bir yerdə özünüzdə bəyənmədiyiniz bir şeylər varsa, duyğu olaraq onlardan sağolmalısınız. Amma qadın da elə düşünən kişidən uzaq olmalı deyil. Əslində olmalıdır. Çox sağ olun. Dəyməz. Həmin şəxsin özü dəyişmək istəsə, düzəltmək mümkündür əslində. Özü düzəlmək istəsə, yəni bir yerdə bir mütəxəssis yardım alaraq düzələ bilər, amma özü düzəlmək istəmirsə, sən qayıdıb özünə sual verməlisən ki, ailəndə hansı qarşı cinsi kişini dəyişdirmək istəmirsən, bəyənməmisən, ata, əmi, dayı, qardaş. Bir oğlana takıntılı qalmışam, necə əldə edə bilərəm? Takıntı əslində bir yerdə özünün natamamlığındır ki, bu belə olmalıdır, mən istəyən kimi olmalıdır. Demək ki, sənin öz daxilində qarşılanmamış, natamam qalmış emosional bir boşluğun var ki, onu həll etməlisən. Salam, mən durduq yerə kövrəlirəm, ağlamağım gəlir, nədən ola bilər? Özünüzə yazığınız gəlir, yazıqlıq duyğunuz var və yaxud da ki, belə deyim də, əksər hallarda özünüzə hər hansısa bir ağrının yasını yaşamağa icazə vermirsiniz. Yəni, özünüzə ağlamağa icazə verin. O deyir, ağlayandan sonra tam o sular durulandan sonra, fırtına keçəndən sonra daha sağlam düşünə bilərsiniz əslində ki, nədir, özünüzdə başa düşə bilərsiniz. Anidən güldüyüm vəziyyətdə ağlamağım gəlir, gözlərim dolur. Ümumiyyətlə, gülməyin axırı deyir, ağlamaqla qutarır. Çünki bir yerdə emosiyanı insan tam orada idarə edə bilmir və o duyğu qarışır bir-birinə. Əslində, sən gülməklə ağlamağı gizlətməyə çalışırsan, güldüyün anda kontrolu buraxırsan, yəni ağlamaq hissi ilə başlayır təzahür olunmağa. Demək ki, bir yerdə bastırdığınız bir ağrı var. Bütün hisslər qarşılıqlı olmalıdır. Dostluq münasibətində bütün hisslər qarşılıqlı olmalıdır, amma sevgi münasibətində mən sevgini qarşılıqlı olmalı deyə kimi görmürəm. Sevgi qarşılıqsız olmalıdır. Amma bir insan sağlam sevgi yaşamaq üçün nə qədər bir müdriklik sahibi olmalıdır ki, mən qarşı tərəfi sevirəmsə, mən onu sevdiyimə görə yox, o da məni istəyirsə, mənim onu sevgim onu incitmirsə, mənim sevgim sağlamlığını dərk etmək üçün, sağlam empatiya qurmaq üçün o təfəkkürdə olmalıdır ki, onu tam dərindən dərk etsin. Yəni, əksər insanların eşq acısı deyə adlandırdığı şey, münasibətdə yaşadığı get-qaldı çətinliklərin hamısının səbəbi bunlar olur. Necə düzəldə bilərəm bəs onu? Bir mütəxəssis yardım almalısınız. Əgər bir yerdə çətinlik çəkirsinizsə, bizə də müraciət edə bilərsiniz. Sizinlə konsultasiya keçirdərək probleminizlə daha yaxından tanış ola bilərik. Deyək ki, sual yoxdur başqa. Bəs sizcə sevib qovuşa bilməyən iki insan üçün gözlənilmədən möcüzə ola bilər? Möcüzə siz nəyə deyirsiniz bilmirəm, amma möcüzə insanın özünün yaratdığı fürsətdir. O fürsətdən daha doğrusu istifadə eləməkdir. Düşən fürsətdən istifadə eləməkdir. Qovuşa bilməyən iki insan üçün demək ki, sevgi ancaq şüuraltısında
ağrılı olmalıdır, həsrətli acı çəkməlidir deyə bir şeylə kodlanıb, proqramlanıb və onun özü belə sevgi deyil. Bir tərəfli sevgiyə möhtac olan bir ağrıdır, duyğudur ki, onu o insan özündə bitirməlidir. Məsəl üçün, uşaqdır, uşaqlığında valideynlərindən sevgi görmür, valideynlərini özünü sevdirməyə çalışır, valideynlərindən görməli olduğu sevgiyi ona həsrətlə göstərir, həsrət qalır o sevgiyə və eyni duyğu ona doğma gəlir, şüuraltısı o duyğunu təkrar yaşamaq istəyir. Qızdırsa, oğlandısa qız hər hansısa bir həyatına partnyor dəvət eləyərək o həsrət ağrısını yaşamaq istəyir və bunu doğmalaşdırır ki, bu sevgidir. Çünki paralelində valideynlərindən də o sevgini gözləyirdi, amma şüuraltısında o proqram dəyişsə, əslində sevgi yox, əslində o ağrıdır. Yazım düşmür. Bəlkə uzun göndərirsiniz, bəzən uzun şərhlərdə düşmür. Burada bir sualınız var. Desən, siz işləyirsiniz bu məsələ ilə bağlı. Bəli, o sualı görməmişim, əgər onu deyirdinizsə. Deyir, bəs insan heç oturub söhbət belə eləmədiyi birinə aşıq ola bilər. Onda hansısa bir duyğuya aşıq olur əslində o. Çünki biz insan əslində oturub söhbət etməsə belə bizim bu dəqiqə ruhlarımız söhbət edir. Bizim müəllimiz həmişə deyir ki, verbal ünsiyyət, danışmaq, yazmaq kobud ünsiyyətdir. İnsanlar bir-birinin yanında olarkən onların ruhları bir-birinə söhbət edir. Yəqin ki, fikir vermirsiniz, filan kəsin yanında oturanda özünü çox xoşbəxt hiss elədiyin kimi, digər kəsin də yanında oturanda özünü çox sıxıntılı hiss edirsən, mədən bulanır, başın gicəllənir. Bu da onu göstərir ki, demək ki, o insan neqativ bir insandır və ruhun buradan təhlükəni hiss eləyir, həyəcan təbii siqnalını çalır. Bu baxımdan da yəni konkret olaraq IQ səviyyəvi eynidirsə, bir yerdə empatiya qura bilirsinizsə, intellektual baxımından hiss etdiyiniz duyğu sağlam ola bilər, amma oturub ən azından bir fiziki olaraq da söhbət etməlisiniz ki, ən azından onun bir kriteriyasını tam anlayasan. Salam, xoş gəlmişsiniz. O qədər mədəni yaxşı cavablar verirsiniz ki, insanlara var olun. Təşəkkür edirəm. Mən də sizə. Deyir, heç xəssiyyətini bilməsə, onun haqqında az bir şey bilsə belə. Ümumiyyətlə, insanlarda olur ki, belə bir şey deyim də, bəzi insanlar valideynlərini tam yaxından tanıya bilmirlər, valideynlər də övladlarını tam yaxından tanıya bilmirlər. Və bir də bir şey var ki, sima gözəlliyi adlandırdığımız bir şey əslində bizim ruhumuzun yaydığı enerjidir. Yəni ki, mən bu dəqiqə oturub necə deyə bilərəm ki, dünyanın ən qəşəng kişisi mənəm, ən yaraşıqlı kişisi mənəm. Yəni, məndən də yaraşıqlısı var. Hər bir şey var ki, bir şəkildə bizim yaydığımız enerji belə bir yerdə gəlib onu, belə deyim də, əvəz edir. Və burada da bu ilə əsaslanmaq lazımdır ki, əslində sən qarşı tərəfini sadəcə görüb ona aşıq olursansa, demək bir yerlərdə hansısa bir duyğu var. Ola bilər ki, əl çatmaz gəlir sənə o insan və əl çatmazlıq duyğusu sənə xoş gəlir. Səni xoşbəxt sevgi kimi adlandırır. O baxımdan da, yəni, o biraz mübahisəli bir mövzudur ki, hər iki insanın, daha doğrusu da digər insana sevgi duyduğunu düşünən insanın şüuraltısında hansı proses baş verirsə onu anlamaq lazımdır. Deyir, ayda eynən onun yanında o qədər dinc rahatlaşmış oluram ki, qarşılıqlı olur. Bu saatlarla sussaq heç bezmirik. Salam, kəpənək hissi sevgidirmi? Salam, Fefef. Kəpənək hissi əslində mənə görə sevgi deyil. Kəpənək hissini çünki adətən ehtiras hissi ilə əvəz edirlər bildiyim qədərilə və ehtiras hissi bədənsel olan bir prosesdir ki, belə deyim də, cinsəl münasibət bizim yemək kimi, su içmək kimi, öz ehtiyaclarımızı qarşılamaq üçün nəzərdə hesablandığı kimi, bu da eynən o cür hesablanıb. Yəni, belə deyək də, sənin özünün hər hansısa bir kəpənək hissi keçirtməyən sənin ruhsal duyğularını qarşılamır. Hə, bəzi insanlar var ki, özünü sevdirmə ehtiyacı var və oğlan tərəfdən təsdiq almaq istəyir və ona görə cinsəl istəyi ortaya düşür. Bir dənə mən xanım tanıyırdım ki, cinsi istəyi yox idi, oğlanla, kişi ilə cinsəlliyi yaşamaq istəmirdi. Amma cinsəlliyi olmadığı vaxtda belə oğlan onu tərk etməsin deyənə heç nə cinsəlliyi yaşamağa çalışırdı. Yəni, onunla yataq münasibəti qurmağa çalışırdı ki, bu da biraz sağlam olmayan bir məqam olur ki, əslində itirməyə qorxusu yaşayırdı. Birdən məni atar gedər, birdən onsuz qalaram. O məni sevməsə də olar, amma görüm onu, bu nədir bəs?
Bir yerlərdə hansı bir duyğu qarşılayırsınız da sən. Çünki sən əgər bir insanı doğrudan da sevirsənsə, onun başqa bir insanla xoşbəxt olmağını belə qəbullanırsan. O cizgi filmlərdə göstərirlər. Uşaqlar balacalar nə bilim, bayırdan bir göyərçin tuturlar, qəfəsdə saxlayırlar. Valideynlər onlara deyir ki, sən əgər doğrudan da bu göyərçini sevirsənsə, onu aid olduğu yerə, doğaya, təbiətə buraxmalısan. Yəni sağlam sevgi, saf sevgi budur. Yəni sən sevdiyin nə isə, əşyanı, insanı, nə olursa olsun, onun doğru bir mövqedə olmağına da hörmət etməlisən. Yəni sən bu insanı sevirsənsə, o harda özünü xoşbəxt hiss edirsə, onu qısıtlayırsansa, artıq o natamamlıq kompleksidir ki, yəni mənim olmalıdır, mən əldə eləməliyəm bir şey mübahisəsi olur. Bəs baxışlara vurulmaq olur. Ola bilər ki, hansısa bir duyğunu güzgülüyürsünüz. Sevgi və ehtiras əlaqəlidir axı. Sevgi və ehtiras bilirsən necə bir şeydir? Sən bir insanı sevirsənsə, o sevginin coşqusunu bədənsəl olaraq bir-birinizlə yaşayırsınız. Amma təəssüflər olsun ki, bir çox insanlar Azərbaycanda mı deyim, dünyada mı deyim, bilmirəm. Dünyanı hesablamamışam, dünya turuna çıxmamışam, amma Azərbaycanda olduğum üçün, vətəndaş olduğum üçün bilirəm. Statistikaya əsasən ki, ən azı bir 99% insan sırf sevgi boşluğunu doldurmaq üçün ehtiras hissini əl atır. Yəni biri var sevdiyin insanla cinsəllik yaşayırsan, bir də var ki, sevmədiyin bir insanla cinsəllik yaşayırsan. Yəni biri var ki, yəni acsan yemək yeyirsən, biri var toxsan amma özünü ac kimi aparırsan ki, yeməyə birdən bir şey olar, saymamazlıq olar və yaxud da hər hansı bir şey. Sevgi və ehtiras bir-birinə əlaqəli olsa da, sevgi və ehtirasın sağlam olması üçün sən sevdiyin insanla münasibəti yaşayırsansa, o sağlam əlaqədir. Amma səni sevməyən insanı özünü sevdirmək üçün yaşayırsansa, artıq orada bir mübahisəli bir mövzu var. Mən də sizə tam yaxından tanımıram. Çünki bu sualı əsasən hansı problemə, hansı məsələyə əsasən verdiyinizi tam başa düşsəm, ona uyğun da cavab verə bilərdim. Axı sevdiyim insanın başqasıyla görməyi, paylaşa bilməyi çətin olur. Görürsən, sevdiyim insanı başqasıyla görməyi, paylaşa bilməyi çətin olur deyirsinizsə, demək o ancaq mənim olmalıdır, ancaq onun diqqət mərkəzində mən olmalıyam və burada da bir dəyərsizlik hissi var. Yəni mən o qədər də dəyərli deyiləm, birdən məndən də dəyərlisini tapar və məndən vaz keçər, imtina eləyər. Yəni bir də məqam var ki, mən əgər özümə doğrudan da dəyər verirəmsə, qarşı tərəf üçün mənim düşüncəm, mənim verdiyim dəyərə demək ki, o özünü layiq görmür, sevgimi özünü layiq görmür, ona görə də başqa bir insanın o duyğunu yaşamağa çalışır. Yəni xəyanətdə belə, hər hansı bir şeydə belə insanın öz güvəni, öz enerjisi tam yuxarı olmalıdır ki, gördüyü xəyanətdə belə, güvənsizlikdə belə özünün sevgisinə layiq hiss etmədiyini anladığından dolayı, qarşı tərəfin partnyoru nə istədiyini anlamadığını bildiyindən dolayı bunu etdiyini başa düşsün. Əksər kişilərdə olur ki, qadınlarını sən yaxşı arvadlıq eləsəydin, nə bilim məni belə olsaydın, elə olsaydın, mən gedib xəyanət eləməzdim deyərək günahkar hiss etdirdikləri kimi, sən əgər o günahkarlığı hiss etməmək üçün öz güvənli olsaydın, dəyərli olsaydın, səni təsir eləməzdi. Və sevdiyin insanı deyir, yəni belə deyim də, sən bir yerdə münasibət tam sərbəst buraxmalısan. Əgər sənindirsə zaten sənə gedib qayıdacaq. Yəni o yaxşı bir istəyir bərbər olsun, istəyir dərzi olsun, istəyir market olsun, yaxşı bir, dəyərli bir mal istehlak eləyən, xidmət satan, dəyərli bir xidmət satan bir belə deyim də şirkət olursa olsun, onun satdığı dəyər doğrudan dəyərlidirsə, o müştəri dünya bazarında hansı bazara gedirsə getsin, o dəyəri axtarmaq üçün yenidən sizə qayıdacaq. Demək ki, neymiş? Bizim əslində özümüzün yaydığımız dəyərdən asılıymış hər bir şey. Mən onu sevirəmsə, o da mənlə xoşbəxtdirsə, əlbəttə ki, mənlə olmağını istəyirəm. Sənlə olmağını istəmək ayrı bir şeydir, amma sən paylaşa bilmirəm deyirsən. Paylaşa bilməmək çətin olmaq əslində sevgi deyil. O yəni ağrıdır, ancaq mənim olmalıdır. Yəni bir yerlərdə bəzi insanlar deyir ki, sevgilim ancaq mənə yazmalıdır, sevgilim ancaq nə bilim nə etməlidir deyirlər. Yəni burada bir məqam var ki, əslində doğrudan sağlam sevgi bütün günü WhatsApp-da, Instagram-da oturub yazışmaq yox, yazışmağı unutduğun anda, anidən o insanı xatırlayanda ona qarşı hiss etdiyin xoş bir duyğudur. Əgər o insan sizi xatırlayanda və siz onu xatırlayanda ani bir xoş duyğu keçirtmirsinizsə, ancaq yazışanda biz bir yerdəyiksə düşünürsünüzsə, artıq o sağlam bir məqam olmur. Yəni nəzərə almaq lazımdır ki, bir çox insanların natamamlığı olur ki, əsas bir çox qızlarda olur. Sevgili mənə niyə görə stiker göndərmədi, smailik yəni öpücük qoymadı, nə eləmədi. Yəni sağlam bir məqam deyil. Yəni qızın zaten oradan travmasını görmür. O nəinki qızlarda, olanlarda da var o şey. Yəni bir yerlərdə onu yaşayırlar ki, niyə mesajıma gec cavab verdi, niyə belə elədi, niyə elə elədi. Yəni bir yerlərdə zaten demək ki, o öz duyğusunu qarşılamağa başlayır.
və bu baxımdan da yəni o sağlam bir məqam olmur. Bir çoxlarında, yəni Azərbaycandakı ailə institutunun bərbad durumda olmağının səbəbi belə o olur ki, yəni qarşı tərəflər insanlar bir yerdə sağlam ilişki yaşaya bilmirlər. Çünki özləri tam sağlam deyillər. Özlərindəki sevgi hissi sağlam deyil ki, o sevgi hissini qarşı tərəfdən güzgüləyərək rahat çoxalda bilmirlər, paylaşa bilmirlər, artıra bilmirlər və əksinə dahi da öz ağrılarını birləşdirirlər. Sevgilərini birləşdirmək yerinə ağrılarını birləşdirirlər. Yəni iki sevginin birləşməsi, yəni konkret olaraq yaradıcı olur, amma ağrı ilə ağrıların birləşməsi daha da çökdürücü olur bu baxımdan da. Yəni bir çox insan bunu öz dərk etməlidir ki, hər kəsin zaten özünün orada öz imtahanı var ki, hər kəs öz imtahanını verir. Tamamilə düzdür. Elə olur ki, aylarla danışmırıq, sonra yeni danışanda eyni səmimiyyət qalır, eyni doğmalıq. O nəfəs alsın. O nəfəs alın. Belə. Aylarla danışmamaq səbəbi bizə görə dəyişir o şeyin sağlam olub-olmamağı. Belə. Başqa suallar yoxdur burada. Belə. Keçmişdəki vəziyyət çətinlik yaradır, bayaq dedimi? O keçmişlə vidalaşmalısın, ancaq keçmişdəki vəziyyət əslində hadisəni unutmuşsunuz. Sadəcə duyğu olaraq sizin yadınıza düşür. O duyğu ilə vidalaşmağı bacarsaz, yəni nəzərə almalısınız ki, siz yeriməyə başlayanda belə yıxılmısınız, danışmağa başlayanda səhv-süh danışmısınız. Oğlanlar həmişə nə bilim üzlərini qırxanda birinci səhv qırxırlar, qızlar da hər hansı bir şeydə yanlış edirlər. Yəni bu baxımdan bunlar normaldır. Sadəcə buna görə özünü qınamağı buraxmalısan. Özünü bağışlamalısın. Əgər bunu tək bacarmırsansa, buradayam. Yəni konsultasiyamıza qoşula bilərsiniz. Konsultasiyamızda probleminizi dərinləməsində müşahidə apararaq sizə çıxış yolları, həll yolları təklif edə bilərik. Seanslar canlı olur. Seanslar yox, onlayn formatda keçirilir. Canlı seanslar keçirdirdik bu yaxında, artıq bir 10 gün müddətində. Ondan sonra artıq stop verdik. Amma konsultasiya və seanslarımız onlayn formatda olur. Yəni canlı seans sırf istəyən olanda canlı seans keçirdirəm. Ancaq ki, canlı seansın artıq qiyməti biraz tamam fərqli olur. Çünki canlı seansa uyğun bir mövqedə deyiləm. Sadəcə bəzən olur ısrarla istəyirlər. Onda da ki, tamamilə normal seansdan da daha qat-qat artıq olur qiyməti. Suallar yoxdur. Hamı sualın cavabını həzm edir. Münasibətlərinizin sağlam olmağını istəyirsinizsə, may ayını yaz ayı kimi yox, payız ayı kimi yaşamaq istəmirsinizsə, ən azından öz intellektual səviyyənizə uyğun bir insanla bir münasibət yaşamalısınız. Əgər o münasibət sağlam deyilsə, mühiti dəyişməlisiniz, olduğunuz yeri dəyişməlisiniz. Əslində ətrafdakı çox insan o səni sevsə qəbul edərdir, amma bu qədər bəsit deyil axı. Yəni əslində bu qədər bəsitdir. Sadəcə yəni onların özlərinin arasında olan bir problemdir. Onlar yəni dostdularsa, onların özlərinin seçimləridir. Yəni bir yerlərdə belə deyim də, sən onun əvvəl dostu ilə sevgili olmusan, sən onun dostu ilə sevgili olandan sonra bunu bilirdi, bilmirdi, bilmirəm, amma ki burada artıq oğlanın özünün seçimi olurdu da. Yəni bir şəkildə yəqin ki bilibdi onu səninlə sevgili olmağını. Yəni ona görə orada bir şey yoxdur axı. Oğlanların özünün arasında olan bir problemdir ki, burada sənlik bir şey yoxdur. Salam, həyatımıza girən insanın doğru insan olduğunu necə bilə bilərik? Həyatımıza girən bir insanın doğru bir insan olduğunu bilməkdən ötürü biz öz istəklərimizi doğru olub-olmadığını müəyyənləşdirməliyik. Biz nəyi, nə istəyirik və o istəklərimizi həqiqətən bizim intuisiyamız bizi doğru mövqeyə aparıb çatdıra bilirsə, artıq demək ki, bizim
qarşımıza çıxan insana doğru olmalıdır. Yəni sənin yolda maşının xarab olubsa və yaxud da benzinin qurtarıbsa, sənin qarşına çıxan hər halda süd satandırsa, sən ona südlə maşını doldurmursan ki, benzin yerinə getməlisən və də benzin sənə verən insan artıq doğru insan olur. Və sənin istəklərinlə arzuların üst-üstə düşürsə, yaşantıların üst-üstə düşürsə, əslində həyatına gələn insan doğru insan olur. Ancaq bunun tam fərqinə varmaqdan ötürü o sənin özünün məna yüklədiyin, doğru bildiyin yanlışlardan qurtulmalısan. Bilirdi, ən başından bilirdi. Yəni bilirdisə demək problem oğlanın özündədir. Yəni problem də deyil əslində. Yəni problem yaşasa belə onu problem edən onun özüdür. Yəni ki, buradakı səbəb əslində onlarla əlaqəlidir ki, problem yaratsalar da sənlik deyil. Yəni bir yerdə sənlik olan bir şey bilsən nə olur? Sənə düşən məsuliyyət, əgər bunun problem olacağını bilə-bilə təzədən onun dostuna münasibət təşkil özünü qınayacaqdınsa, əgər heç o münasibəti yaşamayaydın, artıq qınayırsansa da qınaq duyğusundan qurtulmalısan. Salam, bir sual verim. Kişi qadın ruhunda doğula bilər? Salam. Kişi qadın ruhunda doğulmur. Kişi tamamilə sağlam doğulursa, hormonları, əgər kişi hormonları özünü qadın kimi hiss edirsə, artıq o hormonal olaraq sağlamdır, bədənsel olaraq şüur altında, demək ruhsal olaraq, belə deyim də, hər hansısa bir travması var, travma alıb və bir yerlərdə o travmadan qurtulmalıdır ki, o travma onun eril enerjisini aşağıya salır və dişil enerjisini qaldırır və ona görə də dişil enerjisini balanslamaq lazımdır. Sənin burada mən cavab verməyə məcbur deyiləm. Mən də burada, yəni, dur, buradan bas bayram. Eyb atasının evindən gəlib. Üzr istəyirəm, biraz boş adamlar olanda onları bloka atmaq biraz gec görürəm, sonra gec atıram bloka. Deyir, sağlamaq üçün ilk öncə nədən başlamalıyıq? Sağlamaq üçün ilk öncə problemi dərk etməlisən ki, sən nədən sağlamaq istəyirsən? Sağlandan sonra görmək istədiyin nəticə nədir? Və o nəticə sənin artıq həyatında nə kimi dəyişikliklər eləyəcək? Sən sağalmasan nə baş verəcək? Sağalsan nə olacaq? Onları sən dərk etməlisən. Və cəmiyyətin zaten ən çox, belə deyim də, özünü yandırdığı məqam odur ki, sağalmaq istəyirlər, amma nəyi dəyişdirmək istədiklərini bilmirlər. Məsuliyyət götürmək istəmirlər. Əsas şey məsuliyyətdir, öz məsuliyyəti dərk etməlisən. Yəni doğuşa girən insan necə özü doğur. Yəni budur, bunun kimi bir şeydir. Sağaldıqca da özünün sağlam tərəfi doğursan. Qadın hormonu yüksəkdir. Qadın hormonunu yoxlatdırmısınızsa, yüksəkdirsə əgər doğrudan da demək ki, probleminiz ruhsal olaraq yox, bədənsel olaraqdır. Yəni bunun üçün də, yəni nə deyim mən, necə istəyirsinizsə də yaşamalısınız. Əgər cinsi orqanınız kişi orqanıdırsa, yəni nə deyim, yəni Hacı Şahin belə onu bir dəfə demişdi ki, əgər siz dediyiniz kimi qadın hormonu varsa, gedib trans əməliyyatı elətdirə bilər. Yəni bu da sizin özünüzün seçiminizdir. Amma əksər insanlar olur ki, hormonları qaydasındadır. Hormonları qaydasında olduğu halda öz bədənində, orientasiyasında duyğusal qarşılıqlıq hiss edir. Demək, problem artıq onun keçmişindədir ki, bu kişi olmaqdan imtina edib, kişi olmaqdan iyrənir. Salam, antidepressant qəbul edirəm. Niyə çarpıntı yaradır? Onu udmayanda daha yaxşı oluram. Valla, onu udmayanda daha yaxşı olursansa udma onda. Amma ki, antidepressanı sənə kim yazıb, onu getdiyinəndə. Çünki mən dərmanlarla işləmirəm. Çünki mən dərmanları sevmirəm. Dərmanlarda mənə həmişə kim sual verirsə, həmişə xoşa gələn cavab yox, pis cavablar verirəm ki, dərman insanı sağaltmır ki, sən də bunun real bir təcrübəsisən digər izləyənlərə. Amma yəni, dərmanı sənə kim yazıbsa, onunla danışmağın daha çox yaxşı olur. Fərq ki, belə biz deyim də, sizə dərman əslində insanın duyğularını dondurur. Təsəvvür et, sən yeməyi pişirsən, yeməyin yağı sənin əlvə sıçrayıb, əlvi yandırıb. Sən əlvi soyuq suya salmaq istəyəcəksən ki, ağrığı sakitləşdirəsən, amma soyuq su ağrığı sakitləşdirməyəcək axı. Amma isti suya salsın əlvi, birinci sənə ağrıdacaq, amma sonra ağrın keçib edəcək. Demək ki, ağrını təmizləmək üçün ağrının özəyinə, özü ilə üzləşmək lazımdır, özünə özü ilə yaxınlaşmaq lazımdır. Yəni qaçmaq lazım deyil, əksini göstərərək qaçmaq lazım deyil. Düzdür, sağaltmır. Sağaltmırsa heç minimumdur. Elə özümü qınadığım üçün getdim, bu vəziyyətin içinə düşdüm.
Özünü qınamaq bir səncə bir şeydir. Sən hər hansı bir səhv etmisənsə, səhvə görə özünü qınayırsansa, eyni səhvi ya da həmin səhvdən daha betərini təkrar-təkrar yaşamağa məhkum olursan, özünü məhkum edirsən, məsələ özünü qınadığına görə. Yəni sən özünü qınamadıqca səni heç kim qınaya bilməz. Yəni bu baxımdan bu qədər də bəsitdir. Silindi deyir, salam. Salam, xoş gəlmisiniz. Bədən ağrıları səbəbsiz narahatlıqlar psixolojidir. Əslində hə, morfoloji səbəbləri olduğu kimi psixoloji səbəbləri də var. Bu baxımdan da yəni morfoloji heç bir səbəb yoxdursa, psixoloji səbəbləri oradan qaldırıla bilər. Eynən elə bil qisas alıram özümdən. Yəqin ki, özünə dəyər vermirsən, özünə xoş həyata layiq görmürsən də, ona görə də özünü cəzalandırırsan. Belə, neyək? 40 dəqiqədə firdəyik. Həkim məndə özgüvən azlığı var. Mən nə edim ki, bu getsin? Özgüvən azlığının getmək üçün özgüvənə mane olan duyğunu sağaltmalısan. Ki, yəni əslində özgüvənin var, amma özgüvəni göstərə bilmirsənsə, demək ki, belə deyim, elə bir sənin əlində qəşəng bir paltar var, geyim var, şalvar köynəyi var, amma onu geyinmək üçün ya kökəlməlisən, ya arıqlamalısan. Demək, buradakı mane olan problem odur. Və ona görə də o problemi həll etməlisiniz ki, özgüvəninizi əldə edəsiniz. Necə deyək ki, hər kəsə düzgün davranaq, qəlb qırmadan. Qəlb qırmadan düzgün davranmaq, yəni bir yerlərdə olmaq üçün sən insanların sənə qarşı olan acı rəftarının niyə görə olduğunu anlayıb, əslində onların özü ilə əlaqəli olduğunu dərindən başa düşməlisən ki, onlara sən reaksiya verməyəsən, içində bir aqressiya qaldırmayasan. Amma digər də bir məqam var ki, bir yerlərdə bəzən acılamaq lazım olur. Acılamaq burada məhz sərhəd qoymaqdan gedir söhbət. Təsəvvür ki, sən hasar hörmüsən, çəpər hörmüsən, insanlara sərhəd qoyursun orada və sənin hasarva təzədən başlayırlar boylanmağa. Və ona görə bir yerlərdə ya sərhəddə başqa cür qoymalısan, ya da olduğun yeri dəyişdirməlisən. Və bir insana əgər sən münasibətdə elə bir mövqe yaratmalısan ki, mövqedə olmalısan və özünə sual verməlisən ki, bu insanın mənim qəlbini niyə qırmağa ehtiyac duyuram? Hansı duyğu məni onu acılamağıma vadar edir? O qədər olur ki, məsəl üçün, ya kimsə yazır bir şeydir, mənim özümdə də olur ki, baxmışam ki, əsəbləşmişəm bir anda, özümə sual vermişəm ki, mən niyə indi aqressiya yaşamaq istədim ki, o adam halbuki mənə normal bir sual verib, bəs mən niyə əsəbləşdim ki indi, mən niyə görə ona əsəb göstərmək istədim, mesela baxırsan ki, onun verdiyi sual sənə travma verən bir insanın sualına, duyğusuna bənzir, ona qıcıqlanırsan, o problemi özündə həll eləməlisin. Heç kimə səbrim yoxdur, bir insanla tanış oluram, 1-2 gün uzağı 2 həftəyə bezirəm. Niyə? Özgüvəniniz yoxdur, ona görə ciddi münasibət yaşamaqdan qorxursunuz. Bəlkə də sağlam münasibət, ümumi münasibətə özünüzü hazır hiss etmirsiniz. Qorxularınız var və o qorxuları yaşamamaq üçün özünüzü sığortalayırsınız. Məsələn, sevdiyim bir qız var, amma onu qorxuram ona açılmaqdan ki, mənim təklifimi rədd eləyər. Özgüvən problemi yaşayırsınız, rədd edilməkdən qorxursunuz. Yəni ki, rədd edilməyin əslində pis bir şey olmadığını anlasaz, təsəvvür etsən o qıza sevgi və etiraf edirsən, səni rədd edir, artıq bilirsən ki, bu səni sevmir, bundan əl çəkirsən o qızdan. Bir də var ki, ona sevgi və etiraf edə bilmirsən, səni rədd edir deyə bir ömür boyu ondan asılı qalırsan. Hansı daha yaxşıdır? Elə bir ki, kimsə hər hansı bir əşya satır, əşyanı mən almaq istəyirəm, mənə sat deməkdən qorxursan ki, birdən sənə acılayır, amma onu bir dəfə də acılanmalısan ki, artıq bir ömür boyu əşyanın eşqi ilə tutuşub yanmayasın. Deyir, düzgün sualları verəndə həll olur çox zaman. Bəs elədirsə, düzgün sualları necə verək? Ay, mən uşaqlığıma deyim, axı, o qədər travma almışam ki. Düzgün suallar siz nə edirdiniz? Özümüzə düzgün suallar vermək, yoxsa qarşı tərəf anlamadım tam. Əgər bayaqki şeyə görə əsasən deyirsinizsə, özünə sual verməlisən ki, mən bu duyğunu niyə yaşayıram, bu hadisə mənə niyə göstərir? Mən bilirəmsə ki, burada məsəl üçün
İstəyir bura olsun, istəyir insanlar əslində mənəm. Ətrafda şəhərə çıxırsan, bayıra çıxırsan, ətrafda gördüyün hamısı sənsən. Və insanlara qarşı nə hiss edirsənsə, onlar da səni hiss edirlər və səni qaytarırlar. Ona görə sən özünlə olan problemi həll etməlisən ki, həm güzgüdə gördüyün əksindən, həm də ki, səni güzgüləyən insanlarla sağlam bir-birinizə əks eləyəsiniz. Salam kişini özünə necə bağlamaq olar məcazi mənada? Bilmirəm, mən burada zarafat eləmirəm ki, məcazi mənada nə deyim? Oğlanın qızı öpməsə, təmas etməsi düzgündürmü? Sevgiliyik. Valla sevgilin varsa, yəni onun sənə öpməyi bilmirəm, oğlansan, qızsan bilmirəm, öpülməyi sənə problem yaratmırsa, yaradırsa demək düzgün deyil, yaratmırsa demək düzgündür. Yəni hər kəsin özünün öz doğrusu var. Mən sənin doğrun nədir bilmirəm. Ad dəyişmə, enerji dəyişmə kimi şeylər işə yarayandır, yoxsa necə? Ad dəyişmə əslində var. Məsəl üçün, uşaqlara qoyurlar bəzən nənənin, babanın adını. Halbuki həm nənə, baba sağlam həyat yaşamayıb, onun karmasını da uşağa yükləyirlər. Asan xidmətə gedib özünüzün adınızı dəyişdirə bilərsiniz və seanslarda o adın enerjisindən qurtula bilərsiniz ki, bu enerjilər zaten işə yarayır. O story'da bir şey paylaşmışdım. Deyir ki, insanlar deyir Wi-Fi'ın, MFS-in, megabaytın, GPS-in enerjisinə inanırlar, amma mistik, belə deyim də, energetik enerjilərə inanmırlar. Yəni öz frekanslarına inanmırlar, amma bu frekansları biz doğru idarə edib dəyişdirəndən sonra işə yarayır. Özümə bağlamaq demək istəyirəm, yəni başqa mənada yox, kişi itirmək qorxusu həmişə olsun. Valla bu sağlam bir sual deyil, ona görə bilmirəm. Kişinin sizi itirmək qorxusu niyə olmalıdır ki? Və sizə niyə bağlanmalıdır ki bir insana niyə əziyyət vermək istəyirsiniz ki? Elə bil siz özünüzü sevindirməkdən ötürü başqa bir insanı niyə ağrıtmaq istəyirsiniz ki? Siz onu bilirsiniz ki, o insanı özünüzə bağlayıb ondan uşaq doğsaz belə öz uşağınız da sizə o şey yaşayacaq. Sənin xoşuna gələr sənin oğlun başqa bir qadına o cür asılı qalsın. Bunu bu tərəfdən də bax da. Çünki mən belə şeylərə çox manipulyasiya şeylərə cavab vermirəm. Theta healing düzdür. Bilmirəm, mən Theta healing ilə məşğul deyiləm. Gəl buna belə bir cavab verim də. Mən Theta healing ilə məşğul deyiləm və mən hipnoterapevtəm. Seansları hipnoz vasitəsilə keçirdirəm. Ona görə də mən öz peşəmə üstünlüyü verəcəm, öz peşəmi daha çox dərindən dəyərləndirəcəm. Yəni belə də bir şey deyim ki, istəyir Theta healing olsun, istəyir NLP olsun, istəyir Reiki master olsun, bir çox terapiyaların kökündə klassik hipnoz var zaten ki, öz şüuraltı və öz enerji fokuslanırsan. Amma hansını daha çox xeyir edirsə, hansı daha çox düzdür, yanlışdır bilmirəm. Çünki bir insanın ağlı, məntiqi hara qədərdirsə, fərqi yoxdur, psixoloq, hipnoterapevt, Theta healer, fərqi yoxdur. Məntiqi hara qədər çatırsa, ora qədər xeyrini görür seansın. Hara qədər dəyişə bilirsə, nə qədər inanırsa. Bəs doğru ad seçimi necə olur? Doğru ad seçimi, yəni nəsildə ağırlıqlı olmayan bir insandırsa, normal bir standart addırsa, sizin adınız nədir bilmirəm. Amma ki, yəni belə deyək də, özünü bir şeyə qoy, təsəvvür elə ki, nəslində hər hansısa bəyənmədiyin, taliyə karması olan bir insan varsa, onun adını qoymaq yerinə nəslində olmayan bir insanın adını qoyursan, yeni bir ad qoyursun uşağa. Yəni ki, normal ad seçimdə, doğru ad seçimdə elə olur. Necə olmalıdır ki, başqa? Bəs kişilər niyə xəyanət edir? Çünki bir qadında nə istədiyini anlamırlar. Amma xəyanətin bir də anons xətti var ki, xəyanətin kökündə bir də bilirsiniz nə dayanır? Kişilərin qadınları itirmək qorxusu dayanır. Tək qalmaq qorxusu olur. Mən birdən tək qalaram, mən birdən itirərəm, ona görə qoy hamısını birdən qamarlayım ki, mən tək qalmayım. Ona görə də yəni burada da sağlam bir münasibət olmur. İnsanların səni manipulyasiya etdiyini necə anlamaq olar? Manipulyasiya etdiyini anlamaq üçün, əgər səni manipulyasiya edə biləcək bir, belə deyim də, duyğun varsa, zaafların varsa, onun fərqinə varmırsan. Əgər çox yüksək fərqindəliyin varsa, sən su içmək istəmirdinsə, hər hansısa bir insanın təkidi ilə su içmək istəyirsənsə, demək manipulyasiyadasan. Yaraşıqdır qoqum. Nəslin karmasını niyə biz yaşayırıq ki? Bizim bir günahımız yoxdur axı. Bizim bir günahımız olmasa da bizim nəslimizdən o karmalar bizim yəni şuur altımıza, ruhumuza yüklənir.
Yəni sən də bu duyğulardan zaten qurtulanda heç bir günahın olmadığını anlayaraq buraxırsan. Birilərinə qarşı hiss edilən nifrəti kini necə dayandırmaq olar? Əslində özünüzə nifrət etməyə dayandırmaqla. Deməli siz özünüzə də nifrət edirsiniz ki, qarşı tərəfə də onu eləyə bilirsiniz. Özünüzü sevməyə başlayaraq o nifrətlə dayandıra bilərsiniz. Yəni nifrət əslində kimsə günahlandırmağa çalışmaqdır. Məsələn, niyə atanın elədikləri qızının qabağına çıxır, qızın nə günahı var? Qızın günahı olmasa da ata əslində öz qızından görürdü. Onu qızı yaradan atadırsa, yəni ər-arvad münasibətindən dünyaya gəlirsə o uşaq, ata əgər başqa bir qıza vəd verib aldadıbsa, onu da öz qızından görür. Yəni bir şəkillərdə, ədalətlidirmi, ədalətsizdirmi? Yəni mən burada hakim deyiləm, amma yəni bir yerlərdə o döngüdən çıxa bilərsiniz. Tək qalmaq qorxusunun səbəbi biolojidirmi? İnsan sosial varlıqdır axı, bax. Ailə bağ istəyir. Bu dəqiqə mən də otaqda fiziki olaraq təkəm, amma emosional olaraq özümü tək hiss eləmirəm. Özümü daha rahat hiss edirəm. Yəni buna belə bir cavab verə bilərəm ki, hə, sən sosial münasibətlər qura bilirsən, amma mən məsəl üçün özüm tək qalaraq, özümlə rahat baş-başa qalaraq enerji depoluyuram. Mən özümlə baş-başa qalaraq özümü yeniləyə bilirəm. Sosial münasibətlər də qururam və bunu balansda saxlamağı bacarıram. Yəni ailə və bağ istəyirsənsə və sən əslində demək, öz təkliyi hörmət edə biləcək bir insanla münasibət qurmalısan ki, səni öz yalnızlığında belə səni özünlə baş-başa qoymaq məntiqində, anlayışında, dərrakəsində olsun. Aha, tək qalmaq qorxusunu kişiyə hiss etdirmək olmaz eləmi? Valla burada bunu qadın kişi olaraq ayırmayacağım sizin sualınızı. Sadəcə belə bir şey deyəcəm sizə. Bir kişi sizi tək qoymaqla qorxursa sizə xoş gələr. Həmişə bu tərəfdən baxın da. Eynən atam qızlara ümid verib buraxıb, indi mən eynisini yaşayıram. Aha, qayda və şüur altında ruhsal olaraq atavın əslində öz karması olduğunu, öz duyğusal boşluğundan dolayı onu elədiyini anlayıb, o döngünü qırmalısan. Yəni belə. Neysə, mən də efiri sonlandırmaq istəyirəm. Yəni bu baxımdan da suallarınızı cavabladıq. Suallarınıza görə mən də şad oldum, maraqlı söhbət oldu, amma artıq efiri bağlamalıyam. Hələlik, sağ olun.